Word proqramında burada gördüyünüz kəsirləri necə yazmaq olar? Bu videoda Word-də kəsir yazmağın ən sürətli və ən asan 3 fərqli metodunu göstərirəm. Dostlar salam. Burada gördüyünüz kəsirləri yazmağın yollarını göstərəcəm. Öncəliklə bunları silək hamısını. E, Çox bəsit yollarla göstərəcəm. Öncəliklə insert bölməsinə gəlirik. Buradan equation bölməsinə gəldik və burada açılan pəncərədə x bölü y görəcəksiniz. Fraction bölməsi. Oranı tıkladığımızda gördüyünüz kimi bir neçə fərqli, 4 fərqli metod var. Gəlin bunların birini yoxlayaq. Bu xanalara istədiyimiz veriləri datadan giririk. Bu gördüyünüz kimi bu bir metod. Yenə eyni qaydada gəlirəm bura və fractiondan ikincini seçirəm. Yəni bu sizin artıq gördüyünüz işə bağlıdır ki, siz bunu necə yazasınız. Artıq sizin məqsədinizə qalmış bir şeydir. Bu da fərqli 1 3. Bunu adi də yaza bilərik, klaviatura üzərindən də yaza bilərik. Belə bu cür fractionla da yaza bilərik. Belə dostlar, gördüyünüz kimi olduqca asandır, olduqca sadədir. Bir dəfə videoya baxdığınızda və bir dəfə də məşq etdiyinizdə çox rahat bir şəkildə yadınızda qalacaq və hər zaman istifadə edə biləcəksiniz. Belə dostlar, sonuna qədər videonu izlədiyiniz üçün minnətdaram, təşəkkür edirəm. Videonu bəyənib kanala abunə olmanızı xahiş edirəm ki, videoların davamı gəlsin və digər videolarımı da izləyərək asan yollarla Word və Excel haqqında daha çox məlumatlı və praktiki nümunələr görərək özünüzü inkişaf etdirəcəksiniz. Özünüzə yaxşı baxın, gəlin dərslərdə görüşənədək.